Selamünaleyküm əziz dostlar. Burada Sumqayıt şəhərinin Cümə məscididir. Çox gözəl bir məsciddir. Sizlərə vaxt çəkəm göstərəm. Mənim gənclik illərim, uşaqlıq illərim burada keçib. Burada özüm bu ətrafda böyümüşəm. Uzun illər bu məsciddə ibadət eləmişəm. Düzdür, əvvəllər bu məscidin adı Cümə məscididir. Əvvəllər bu məscid bu cür deyildi. İndi artıq daha da gözəl, müasir, gördüyünüz kimi tikilibdir. Dəniz ətrafıdır bura. Burada çox gözəl bir yerdir demək olar ki. Çox dəyişilib. Uzun illərdir mən burada olmamışam. İndi istədim bir balaca çəkəm göstərəm. Yəni bugün cümə günüdür. Ramazan ayı və cümə günüdür. Allah bütün oruç tutanların oruclarını və ibadətlərini ali dərəcədə qəbul eləsin. Baxın, görürsünüz, çəkirəm, göstərirəm sizə. Belə bir gözəl məsciddir. İllərlə burada İmam Hüseyin əleyhissalam üçün təziyələr saxlamışıq, məclislər keçirmişik. Bu şəkildə belə bir güzel məsciddir. Axır ki bu məscidi görmək, ziyarət eləmək nəsib oldu bizlərə. Onun üçün də şükür diləyirəm.